Salam, mən Əmrov Sərvər, Yevlax təsərrüfatının baş əqramıyam. Hal-hazırda Azərşəhər Mühəndisliyi Yevlax təsərrüfatının qarğıdalı sahəsindəyik. Mən bugün sizə qarğıdalı sahələr haqqında, ümumilikdə qarğıdalı bitkisi haqqında məlumat verəcəyim. Qarğıdalı bitkisi torpaq tələbi pH 6.5-7-dir, duzluq isə 1.5-2 İC-dir. Qarğıdalı bitkisini əkməzdən öncə Aqrolab laboratoriyası tərəfindən götürülmüş nümunələr əsasən torpaqda makro və mikro elementləri təyin edib, planlanan məhsula uyğun gübrələmə rasionu təyin olunur. Qarğıdalı bitkisi üçün kritik olan fazalar 4, 8, 12 yarpaq və həmçinin süpürgə əməliyyatının fazasıdır ki, bu zaman qarğıdalı bitkisinin temperatura uyğun suvarma normalarına düzgün riayət olunmalıdır. Qarğıdalı bitkisi üçün ümumi vegetasiya müddət ərzində 8-9 min kubmetr suvarma norması tələb olunur ki, burada evapotranspirasiyaya nəzər alınmaqla normalar artırıla və azaldıla bilər. Qarğıdalı bitkisi üçün əsas kritik məqamlardan biri də tozlanma mərhələsidir ki, qarğıdalı bitkisi bu zaman tozluqların tozlanma qabiliyyətini saxlaması üçün ideal temperatur olmalıdır. Bu 24-36 saat müddətində bu tozlanma prosesi gedir ki, bu zaman biz zərərvericilərə də diqqət etməliyik. Sahədə əsasən qıçaların üzərində yumurta və larvalar olarsa, bu zaman kimyəvi mübarizə aparmaqla bu zərərvericiyə qarşı mübarizə aparıb və maylanma prosesinin hər hansı bir mane olmaması üçün dərmanlama etməliyik. Qarğıdalının yığının təyin olunması üçün qıçanın üzərində istənilər qıçaya birləşdiyi nöqtələrə baxılır və həmin hissədə ölü təbəqə olan qara nöqtə görülərsə, bu zaman artıq fizioloji yetişkənliyin başa çatması bəlli olur və 30-35% nəmlilik olduğu müəyyən edilir və bununla da qarğıdalının suvarması dayandırılır.